Zaur. Hə. Mən deyim də, bunlar Deməyəcək onlar. bunlar utanır, qoy mən deyim. Ədalət müəllimgildə Aytəkin xanımın verilişi idi. Nəsə veriliş çəkilirdi. Hə, salamlayırıq, öpürük. Demək, gözəl veriliş gedirdi. Nəsə bir veriliş çəkildi, yekunlaşdı. İndi oturmuşuq, Ədalət müəllimin ocağıdır. Allah hamınızın ocağına. Hə, toy bayram büsat qismət eləsin. Bir qismət Allah verəndən yaxşı da süfrə açıb belə Allah var eləsin. Hə, nəsə elə söz arası, hə, bir çalıb oxumuşuq da. Hə, birdən, indi bir tərəfimdə Cabir oturub, bir tərəfimdə də demək, Ədalət oturub. Bir də tarçalan elman idi. Hə, bir də tarçalan elman. Üçü ilə də eyni vaxt oxumuşuq. Onda da valla mən arıq qəşək qız idim. Hə. Hə. Siz elə həmişə qəşəngsiniz, nə Hə. olursa. Birdən qayıtdım ki, bura bax, sizin ilk dəfə idi onda deyirdim. Sizin heç biriniz də oradan niyə mən heç almadınız? Heç biriniz mən almadınız. Mənə ki, ay Cabir, bax sən. Mikrofon Cabir səsiz gəlir. Mən də oturmuşam körün Sonra xanımın çığ- yanında. Oradan niyə almadınız ki? Yox, indi öz dəyəcək də. Mən Sonra mən qayıdım nə desə yaxşıdır yox, Cabir. onu denin də. Dedim, bax Cabir, məsələn, sən də niyə almadınız məni? Heç biriniz. Mənə belədi, sağ qıymayıblar. Amma zarafatsız heç mi belə ürəkdən keçmirdi, düşünmürdünüz, yoxsa Körün xanım Onlar qovurdu mən qaçdım. özü doğrudan o qədər əvvəldən elə bayaq siz qeyd elədiniz ki, könülə sən çıxandan sevilmisən də. Artıq biz ona bir sənət dostu kimi, yaxın Yaxın bir kimi. sirdaş kimi bir Zarafat eləyirəm, əlbəttə. bilirəm. Zaur bəy. Hə, Kimidir sizə gedən? Oradan o şeylər ağlımızın ucundan Könül biz keçmirdi. bəyənərik. Körün xanımın Heç kəs bəyənər. Zaur bəy. Yo, 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 Körün estağfurullah. xanımın gözəl yumoru da var da. Bilirəm. Könül xanım ümumiyyətlə mənə elə gəl. Könül xanımın yekəxanalığı yoxdur. Axı nətər olsun Yox, bəyənməz. Bəs deyirsən yox. bəyənməz, elə nətər bəyənməz. Yox, yox. Onun hələ o sevdiyi Yox, heç